Bismillahirrahmanirrahim. Müjdə ver mənim bəndələrimə. Sözlərə qulaq asıb onların ən yaxşısına tabi olan kəslərə. Allahın hidayət etdiyi kəslər onlardır və onlardır əsl ağıl sahibləri. Zumər surəsi ayə 18. Kərbəla 5 əməliyyatından sonra İraq şəhərləri bombalamağa başladı. İsfahanın Seyyid məscidinin yerləşdiyi məhəllə 1987-ci ilin qışında bombalandı. İsfahanın Şəhidlər Bağı qəbrəstanlığının məhsulu deyirdi. Yaxşı xatırlayıram, bir şəhid gətirdilər ki, adı Anatoli Mirzai idi. Onun nəşini gətirənlər dedilər ki, bu şəhid qəribdir, heç bir yaxın qohumu yoxdur. Heç kim onun cənazəsini almağa gəlməyib. Ertəsi gün onun şəxsi əşyalarına baxanda məlum oldu ki, bu şəhid xristiyan idi. Tehranda yaşayırdı və yük maşını sürücüsü imiş. Partlayış nəticəsində şəhid olmuşdu. Biz də onu İsfahanın şəhid sərkərdələri Hüseyn Xərrazi və digər komandirlərin bir neçə sıra aşağısında dəfn etdik. Bir neçə gün sonra 2 xristiyan şəxs Tehrandan gəldi və dedilər, bu şəhid xristiyan olduğuna görə biz onun qəbrini açmaq və nəşini Tehranın erməni qəbrəstanlığına aparmaq istəyirik. Mən dedim, əgər prokurorluğun rəsmi qərarını gətirsəniz, biz xidmətinizdəyik. 2 gün sonra onlar məhkəmə qərarını aldılar və Şəhidlər Bağı qəbrəstanlığına qayıtdılar. Şəhidlər Fondunun İsfahan şöbəsinin göstərişi ilə qərara alındı ki, səhəri gün məzar açılacaq və həmin şəhidin cənazəsi Tehrana aparılacaq. Axşam çağı onun məzarının başına getdim. Şəhid Mirzaiyə dedim, yerin də çox gözəldir. Şəhid sərkərdələrin yaxınlığındasan. Heyf olar buradan gedəsən. Həmin gecə Anatoli Mirzai yuxuma gəldi. Çox mehribanlıqla dedi, Hacı, mən neçə ildir ki, müsəlman olmuşam, namaz qılıram. Mən araşdırdım və doğru yolu tapdım. Artıq xristiyan deyiləm. Zəhmət olmasa qoyma məni şəhidlərdən ayırsınlar. Səhər yuxudan oyandım, Allahdan bir dəlil istədim ki, yuxunun doğruluğu sübut olsun. Amma onun əşyaları arasında müsəlman olduğuna dair heç bir sənəd yox idi. 1-2 gün bu şəxsləri gözlətdim. Dedim ki, sanitar və sağlamlıq məsələlərinə görə hələlik gözləmək lazımdır. Bəzi bəhanələrlə cənazənin çıxarılmasını ləngidirdim. Qısası gözləyirdim ki, yuxunun doğruluğu mənə sübut olsun. Sonuncu gün özüm şəhidə müraciət etdim və dedim, zəhmət olmasa bu problemi özün həll et. Çünki təkcə bir yuxuya əsaslanmaq doğru deyil. Digər tərəfdən bu 2 nəfər də gözləyir. Həmin gün təsadüfən İsfahanın Xomeyni şəhərindən bir nəfər Şəhidlər Bağı qəbrəstanlığına gəldi və mənimlə söhbət etməyə başladı. Necə oldu bilmədim. Söhbət zamanı Şəhid Mirzainin adı çəkildi. Dostum bir anda dedi, Anatolidən danışırsan? Çox təəccübləndim, dedim. Sən onu tanıyırsan? Və bütün hekayəni danışdım. Bu şəxs dedi, demək ki, mənim bu anda bura gəlməyim təsadüfi deyilmiş. Bu şəhid 20 il mənim üçün sürücü işləyirdi. Yük daşıyırdı. Bir neçə il əvvəl İslamı araşdırdı, müsəlman oldu. Namaz qılırdı. Hətta filan alimə gedib şəhadət kəlməsini demişdi. Çox təəccübləndim və dedim, doğrudan deyirsən? Sonra bu şəxsi Tehrandan gəlmiş xristiyan ailəsi ilə qarşı-qarşıya qoydum. Bir qədər söhbətdən sonra onlar da bu həqiqəti qəbul etdilər və geri qayıtdılar. Beləcə şəhid Anatoli Mirzainin cənazəsi İsfahan şəhərində yerləşən Şəhidlər Bağı qəbrəstanlığında Kərbəla 4 şəhidləri bölməsi 11-ci sahə 3-cü sırada şəhid Hüseyn Xərrazinin məzarından bir neçə sıra aşağıda dəfn olundu. Anatolinin övladı yox idi. Ata və anası da dünyasını dəyişmişdi. O zahirən qərib idi. Amma İsfahan xalqı daim onun məzarını ziyarət edir. O şəxs idi ki, İslamı araşdırdı və doğrunu tapdıqdan sonra qəbul etdi. Biz Anatoli kimi çox insan görmüşdük ki, başqa dinə mənsub olublar. Amma İslamın təlimləri ilə tanış olduqdan sonra onları dəqiq şəkildə araşdırıb, İslamı Allahın dinini dünyada və axirətdə səadətə aparan ən doğru yol kimi seçiblər. Qərb institutlarının araşdırmalarına əsasən, İslam dininə maraq, xüsusilə də təhsili qərb insanları arasında çox yüksəkdir.
Bunun bariz nümunəsi İtaliyanın ən böyük sərmayəçisinin oğlu Eduardo Agnellidir. O bütün dinləri tək-tək araşdırırdı və İslamı, xüsusilə də Şiə məzhəbini ən üstün yol olaraq seçdi. Lakin təəssüf ki, sionist qüvvələrin əli ilə şəhid edildi və səadət yoluna canını fəda edənlərdən oldu.